güclü yağış ciddi problemlər yaradıb. Tbilisdə güclü yağış nəticəsində bir neçə küçəni su basıb, avtomobillərin hərəkəti çətinləşib. Ədliyyə evinin ətrafındakı yol da su altında qalıb. Universitet və Tamaraşvili prospektlərinin kəsişməsində güclü yağış yolun üzərinə daş və torpaq gətirib. Buna görə hərəkət bir müddət məhdudlaşdırılıb. Mtqvari sahili, Eristavi və Quramişvili küçələrində də su basqınları qeydə alınıb. Problemlərin aradan qaldırılması üçün bütün gecə ərazidə Tbilisi meriyasının və Daxili İşlər Nazirliyinin əməkdaşları çalışıblar. Tbilisi meri Qaxaq Alacədə sağ sahildə olub və yaranmış vəziyyətlə yerində tanış olub. Onun sözlərinə görə bəzi ərazilərdə infrastruktur və yol örtüyü zədələnib. Bərpa işlərinə isə artıq bugündən başlanılacaq. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri Lentexi bələdiyyəsində də davam edir. Mərkəzi yollarda ağır texnika fəal işləyir. Kənd daxili yollar isə bütün istiqamətlər üzrə açılıb. Fəlakəti araşdıran komissiya artıq fəaliyyətə başlayıb və dəymiş ziyanı hesablayacaq. Prosesə geoloqlar da cəlb olunublar. Qaxitidə baş vermiş insidentlə bağlı saxlanılan şəxs barəsində həbs qəti imkan tədbirinin seçilməsi məsələsinə bugün məhkəmədə baxılacaq. O, Cinayət Məcəlləsinin 120-ci maddəsinin birinci hissəsi ilə, yəni sağlamlığa qəsdən yüngül xəsarət yetirməkdə ittiham olunur. Prokurorluq onun barəsində 5 min lari məbləğində girov qəti imkan tədbiri seçilməsini tələb edir. Şahidlərin ifadəsinə görə Tel Avivdə otellərdən birində keçirilən toy zamanı oteldə qalan xarici ölkə vətəndaşları balkonundan toy iştirakçılarını təhqir edib və musiqi avadanlığı su töküblər. Bundan sonra təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olan qadına fiziki xəsarət yetirib yaralı xəstəxanaya aparılıb. ABŞ artıq 10-cu gecədir ki, İrana hərbi hücumları davam etdirir. Mərkəzi komandanlığının məlumatına görə ötən gecə İranın hərbi komanda mərkəzləri, raket və dron buraxılış məntəqələri, hava hücumundan müdafiə sistemləri və dəniz obyektlərinə zərbələr endirilib. Bildirilir ki, məqsəd İranın hərbi imkanlarını zəiflətməkdir. İran mediası da ölkənin cənubunda partlayış səslərinin eşidildiyini xəbər edib. İran İnqilab Keşikçiləri Korpusu isə mərkəzi əyalətdə bir Amerika qanadlı raketinin vurulduğunu açıqlayıb. ABŞ prezidenti Donald Trump bəyan edib ki, bundan sonra Amerikalı hərbçinin ölümü İrana daha ağır bədəllə başa gələcək. Ağ Ev rəhbərinin sözlərinə görə bununla bağlı müvafiq göstəriş artıq verib. Trump bu açıqlamanı İranın Yordaniyadakı ABŞ hərbi hava qüvvələrinin bazasına hücumu nəticəsində 2 Amerikalı hərbçinin həlak olmasının məlum olmasından sonra edib. Bildirilir ki, Donald Trump həlak olan hərbçilərin nəşinin ölkəyə gətirilməsi mərasimində iştirak edəcək. Qara dənizdə Rusiyanın mülki gəmiyə hücumu nəticəsində həlak olanların sayı 10-a çatıb. Medianın məlumatına görə ölənlər arasında Hindistanın 4 vətəndaşı da var. Bu məlumatı Hindistan Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin bildirdiyinə görə hücum nəticəsində daha bir Hindistan vətəndaşı yaralanıb və onun vəziyyəti ağırdır. Xatırladaq ki, Rusiya ötən gecə Qvineya-Bissau bayrağı altında üzən taxıl daşıyan mülki gəmiyə hücum edib. Rusiya qüvvələri gəmiyə Odessa limanını tərk etdiyi vaxt zərbə endirib.